Ma gulamani in əli şahim, ez tamami zəmai racahim. Nə məvazib nə zirəvünə əlik, novkəri qurbətən iləllahim. Bu şiir fars dilindədir, Azərbaycan dilinə belə tərcümə olunur. Mən Əli Şahimin qulamıyam. Bütün qəlblərdən xəbərdaram. Nə məvacibim var, nə qızılım, nə də azuqəm. Allaha yaxınlaşmaq qəsdi ilə ona xidmət edirəm. Bu şeirin Azərbaycan dilində tərcüməsi təqribən belə bir məzmundur. Bu yəqin ki, çoxlarınıza tanış deyil. Tanış olanlara da en sonunda bir xahişim olacaq. Mirzə Fətəli Axundovun Sərgüzəşt Həkim Nəbatət Müsyo Jordan və Dərviş Məstəli Şahzadə Günü Məşhur adlı komediyasının aktivasiyasında çəkilmiş 1976-cı ildə Kamil Rüstəmbəyov tərəfindən lentə alınmış Dərviş Parisə Partlatı filminə yəqin ki, baxmısınız. Həmin filmdə bir fragmenti mən sizin nəzərinizə çatdırmaq istəyirəm. Həmin fragment demək olar ki, sonuncu epizodlarıdır filmin. Artıq Dərviş Məstəli artıq Müsyo Jordanı yola salmaq üçün ziyafət təşkil olunub evində, Hatəm Xanova ağanın evində və o Şahbaz bəy də özü ilə Parisə aparmaq fikrindədir. Amma Hatəm Xan ağanın xanımı Şəhrəbanu xanım bunun qəti əleyhinədir, eyni zamanda onun qızı da onun əleyhinədir. Ona görə Şahbaz xanımın adaqlısıdır. Və bunun yolunu axtarıb tapmırlar və nəhayət mənə məsləhət görürlər ki, bir xadiməsi məsləhət görür ki, Qarabağlara İrandan bir dərviş gəlib, Məstəli Şahlı bir dərviş gəlib. Çox güclü bir cadugardır, çox güclü cadular eləməyə bacarır və beləliklə onu dəvət edirlər. Hatəm Xan ağanın evinə birbaşa kişidən xəbərsiz. O fragment içində hamınızın dəqiq yadındadır, filmə baxanlar təbii. Və demək evin zirzəmisində orada bir Parisin biletik modeli qurulur. Orada Dərviş Məstəli Şah və onun bir köməkçisi də vardı. Yanında da onun köməkçisinin də adı Qulaməli idi. Orada Qulaməli bu şeiri deyir. Əsərdə bu şeiri deyir. Yəni bu şeirdə öz başına demir. Ona orada mələklər, cinlər, ifritlər əmr edirlər ki, bu şeiri desin. Bu şeirdə mətiyyədir. Həzrət Əleyhisselama deyilmiş bir mətiyyədir. Orada komediyada əsərdə Mirzə Fətəli Axundovun əsərində göstərilir ki, Qulaməli orada dəf vurur və bu mətiyyəni oxuyur. Amma çox maraqlıdır ki, bu mətiyyə nə Azərbaycan dilinə tərcümə olundu, nə də ki, ümumiyyətlə o filmdə səsləndirilməyib. Sual ortalığa çıxır, niyə? Ortalığa sual çıxdıqda müxtəlif versiyada irəli sürülə bilər. Versiyalardan biri budur ki, film Azərbaycanda çəkilib. Bu şiir isə fars dilindədir. Şiir fars dilindədirsə, bu filmə baxmısınızsa, o şeyi özünüz görmüşsünüz. Dəqiq ünvanında deyim, həmin filmdə 22-ci dəqiqədə fransız dilində bir mahnı ifa olunur. Bir mahnı ifa olunur. Əgər bəs belədirsə, onda əcnəbi dildə fransız dilində nə üçün burada mahnı ifa olunur? Demək, söhbət burada dildə getmir. İkinci, film 1976-cı ildə çəkilib. 1976-cı ildə o İrandan gəlmişdi. İranda Demokratik Respublika idi orada. Orada hələ İslam hökuməti qurulmamışdı. Kapitalist dövləti idi, Demokratik Respublika idi. Bildiyimiz kimi də Fransa kapitalist dövlət olub. Dünyanın inkişaf etmiş kapitalist dövlətlərindən biri olub və NATO'nun üzvü olub. Bəs belə olduğu halda nə üçün bu şeiri, mən elə düşünürəm ki, nə üçün bu şeiri senariyə salmadıqları artıq hamıya bəllidir. Şəxsən mənə belə bəllidir ki, sadəcə olaraq Həzrət Əleyhisselam haqqında deyilmiş o mətiyə olduğu üçün, yəni dini məzmunlu bir şeir olduğu üçün və üstə gəlsin Şiə əqidəsi məzmununda olduğu bir şeir üçün sadəcə olaraq məsləhət görülməyib, ümumiyyətlə senariyə salınmayıb. Bu əlbəttə mənim şəxsi subyektiv öz fikrimdir. Mən sizin fikirlərinizi də dinləmək üçün çox məmnun olardım. Rəylərdə öz fikirlərinizi bildirsəydim. Mən yenə deyirəm, mənim şəxsi fikrimdir. Sizin fikirlərinizi böyük səbirsizliklə, böyük məmnuniyyətlə gözləyirəm. Sağ olun.